Hər vaxtınız xeyir olsun. Gündəm xəbərin efirində 3 noyabr tarixidir və ənənəvi olaraq hava haqqında məlumatı diqqətinizə çatdıracağıq. Belə ki, noyabrın 4-ünə olan hava haqqında məlumatı Milli Hidrometeorologiya Xidməti açıqlayıb. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti buludlu olacaq. Gün ərzində arabir yağış yağacağı və yarımadanın bəzi yerlərində isə yağıntının leysan xarakterli olacağı gözlənilir. Qeyd eləyək ki, Bakıda və Abşeron yarımadasında noyabrın 4-ü səhərdən 5-i gündüzədək bəzi yerlərdə arabir yağış yağacaq və yarımadanın ayrı-ayrı yerlərində isə leysan xarakterli olacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-13 dərəcə isti, gündüz isə 15-17 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında da arabir yağış yağacaq və leysan xarakterli olacağı gözlənilir. Şimşək çaxacaq, dolu düşəcək. Azərbaycanın axşam qərb rayonlarında, daha çox yəni qərb bölgələrində yağıntıların tədricən axşama doğru kəsiləcəyi və bəzi yerlərdə isə duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-11 dərəcə, gündüz 17-21 dərəcə olacaq. Dağlarda isə gecə 0-5, gündüz isə 5-10 dərəcə isti olacağı gözlənilir.